Hamıya salam dostlar. Bu sizlərlə birlikdə bu bankalar kəfləri atacağıq. Atacağıq deyəndə yoxlayacağıq nə qədər olur. Burada dəsmalımız var üstünə qoymağa. Bu video neçə megapiksel, neçə HD olacaq bilmirəm. HD'dir amma inşallah yaxşı bir kalitəsi olur. Ya 480 ya 240 var. Birinci dostlar bu yekə qalmada qəpikləri ya da baxın. Buradan sayacağıq belə. Birinci qəpikləri, birinci manatları, sonra qəpikləri. Sonra da elə sayacağıq dostlar. Bəli, Allah bismillah. Elə çox da qəpik yoxdur. Çünki dostlar, mən bunu yığalı hardasa bir ay, 2 ay olar hardasa. Manatlar çoxdan var. Manatlar 3 aydır var, 3 aya yaxın. Birinci manatlar sayaq 21, 22, 23, 33, 43, 44, 54, ondan sonra 55, 56, 57. Bu ton tripodla çəkirəm bu. Deyim onu. Necə yanmaz xəttə baxsın. En yaxşı mən belə düzüm sonra sayım. Belə düzüm. Hə. Bir də bunlar. Başqa yoxdur elə. Hə, bəli yoxdur. 3 manat buradan. Sonra 4 manat, 5 manat, 6 manat, 16 manat, 17 manat, 37 manat, 57 manat, 60 manat pul var bəli dostlar. 60 manat pul var burada bildik. İndi qəpikləri yığırıq. Birinci böyükdən balacaya gedək istərsə. Mən hamısını belə ayırım. 50 qəpiklər sayırım. Bu. Sonra bu. Bax, bəli, bu qədər qəpimiz var. Sayaq bunları. 1 manat, 2 manat, 3 manat, 4 manat, 5 manat, 6 manat qəpiklər var bəli. 66 manat oldu bu dəqiqə. Sayıram mən. 20'lər sayaq. 67, 68, 69, bəli, 70 manat olur. Arkadan səsə gəlsə, qüsuruma baxmayın, bəli. Evdə, yəni 5 nəfəri yaşayırıq. Neçə oldu? 70 oldu, 71 oldu, hətta 71, 72, bir dənə də qəpik qaldı. 72, 73, 74 dostlar. 74. Ne kadar oldu? 74. 75. Bir tane daha qəpik varmış. 75, 60 qəpik, 80 qəpik və bir 76, 76, 60, 80, 1 manat. 77 dostlar, 77, baxaq. Neçə oldu? 78, bu dəqiqə süper gedirik. 78, yox bu deyil. 60, 80, bir də bu gəldi 1 manat daha. 29, bəli. Burada qızıl rəflərim varmış. Bunları vermək istəməzdim. Özüm yaxından göstərim dostlar. Kamera buradadır. Yəni bu çox əfsanə parlayır. Bu da parlayır amma göstərdiyim kimi. Nəysə 79 idik. 79 bəli 50 qəpik oldu. 70 qəpik. 90 qəpik 1 manat. 80 manat oldu dostlar. 30 qəpik, 60 qəpik, 90 qəpik. 90 qəpik 1 manat. Baxın 1 manat.
30 qəpik, 40 qəpik, 80 qəpik. Bu da 1 manat. Nə qədər oldu dostlar? Bəli, 81 manat. 82 manat. Bunları bir de sayın. 5 qəpiklər, harada 5 qəpiklər alınma. Onları alırlar çünki. Bəli, bu kadar qəpik qaldı. 82 oldu. Bəli, 82 olmalıdır. 82 20 qəpik 40 qəpik 50 qəpik 60 qəpik 70 80 90 bir manat 83 manat oldu. 83 manat 10 15 20 83 manat 45 qəpik dostlar. 83 manat 50 qəpik. Bəli. Tam 83 manat 50 qəpik oldu dostlar. Yani burada gördüğünüz kimi 60 manat var. Burada da 23 manat var. Ben burada 15 manat vesaire olar diye fikirləşmişdim. Ve yaxından gösterim. Bu videonu izleyen Türk kardeşlerim varsa eğer 83 manat dostlar böyle gösterim. 83 manat haradasa dostlar 200 lira edir. 200 lira pul çıxdı yani. Türkler eğer varsa 83 lira 2 aya yoxdan. 200 lira 83 manat 2 aya 1 aya haradasa elə yığdım dostlar. Ben bunu hesab aparacağım. Qəpikləri verədim marketlərdən birinə. Bizim evin yanında market var. Orada her zaman alınır. Kulağınız qırıla bilər. Ben videomu çıxırım dostlar. Kameram çıxarım. Bəli dostlar, videoyu sevdiyseniz bəyənməyi yanınızdan çıxmasın. Mənim videolarıma o qədər çox vaxt xərcləyirəm. Siz də mənim videolarıma like atsanız çox sevinirim. Görüşək dostlar. Tripodum da burada. Görüşək, özünə yaxşı baxın. Haydi görüşək.